sağlığı demək istəyirəm mən. Komanda böyük. Mən burada ən azından 4 nəfər təzə üz gördüm. Xoş oldu bizə, mənə. İçmək istəyirəm, deməli, Drinking Team'in burada olan, olmayanların, amma ürəkləri bizi ilə olanların zalına. Sıçdım, batırdım. Salam əziz dostlar, bugün biz gəlmişik gözəl bir mənzərəli yerə. Daydayxana tipli şəkillərin Şahin kafesi. Bugün nəyə görə bura gəlmişik? Çünki bizim əziz izləyicilərimiz, canciyərlərimiz Canciyər rubrikasına təklif elədilər ki, belə bir tipli bir yerə gələk. Çünki çox adam tərifləyir. Siz də yazmışsınız kommentlərdə ki, belə bir yer var burada, şəkillərin yeri. Çox bir-birindən dadlı bir təamlar var burada. Bu məkan neçə ildir burada işləyir. Əhmədli cəmaatı buranı platform bilən yer kimi bilir. Yəni çöldən heç nə gözləmək, içəri girsən çoxluq var. Birdən də yeyib-içmək, qızğın bir dənə yeyib-içmək vaxtı bir dənə kombi yazıda düşdüsə, kombi servis, radiatorların yuyulmasıdan hər şey var da burada. Bir dənə zakaz verəndə qardaşına soruşduq, nəviz varımızdır. Qardaş bir dənə əzbər bir dənə sadaladı bir dənə yemək növü. Dedi yaxşı 3 dənə piti gətir, nə bilim, kartoşka gətirir. Qardaş yəni oldu, götürdü zakaz çıxdı, bir saniyə sonra qayıtdı, 3 dənə piti uca hazırdı. Kartoşka dedi, kartoşka ilə, elə bir ki burgerlə o chips gəlir. Burada kartoşka ilə ət gəldi, yəni kotlet. Halodlar da süzmədir, yəni kənd süzməsidir, Şəkidən gəlib. Acıqadır, dadlı da yaxşıdır, hə. Kotlet çörəkdə yəni əsl belə o nənələrimiz bizim üçün o bişirirdi. O belə tipli bir şey yadıma saldı. Dönər yoxsa burger? Kotlet çörəkdə. Bol sumak mən xoşlayıram, müvafiq. Deyil. Biz göyərçin yemirik yəni. Yəni risk bunda. Ən birinci gözümə dəyən zəfəran yoxdur üstündə, bir də quyruq qızardılmayıb. Hələ ki. Ətli, turşulu, alça turşusu, altında noxud, yəni standart heç nə yox, hələ ki. Yaxşıdır da. İçində soğan da olmalıdır, baş soğan olmalıdır bunun yanında, yoxdur, göy soğandan yola veririk. Suyun dadı da yaxşıdır, yağlılığı da yaxşıdır, mənə görə. Turşulu baş soğan olsaydı daha iyi olardı. Soruşdum, yoxdur. Bizdə pitin yanında başına soğan turşusu verilir, belə soğanların turşusu çox dadlı olur. Həm də yağlılığı öldürür. Belə hələ ki pis deyil, suyu pis deyil, ətinə də keçəsiyə görə ondan izah. Xoş gəlmisiniz, səfa gətirmisiniz. Üzrü sanki bugün mən sizə qoşura bilmirəm. Keçən dəfə Səfanın bildirdiyi sağlıq var idi ki, insan elə şeylər eləsin ki, həmişə yadda qalan və yaxşı şeylər olsun ki, insan ölüb çıxıb gedəndə o insan haqqında yaxşı şeylər qalsın bu dünyada. Sağ olun dostlar, siz də həqiqə olun. Sizə də nuş olsun. Xoş görüşürüz. Kövrəldik bir. Bəli. Adətinə uyğun əzdik pitini, görünüşü yaxşıdır, dadına da baxın. Okey, bu piti sınaqdan keçdi, bura gəlib pitini yemək olar. Şəki pitisinə maksimalini yaxın, Arı Mamedin pitisinə çata bilməsi istəyirsən. Dadlıdır. Yəni bunun yanında nə varsa gedir. Bu hər şey gözəlləşdirir. Bununla dünya gözəlləşir. Ben parçalayayım onu belə. Normal dövmə. Qeyri-adi bir şey yoxdur. Pis də deyil. Pis deyil, çox dadlıdır. Normal. Yəni soğan həddindən artıq deyil. Görsənə ki, bu döyülməyib, böyük Çırpılı. yox, böyük deşiklərdən çəkilib bu ət çəkən maşında, amma dadlıdır. O keçən dəfə də Emis'in kafesində olanda onu yemişdim. Dedim ki, ən dadlı dana bastırması oradaydı. Bunu yoxlayın. Bu dana bastırması onlara ucuzdur, belə deyərdim. Sen plankanı yüksek koydun sen ya. Orada. Değil, Emis'te var. Soçludur, quru deyil.
Pis deyil dadı, normal. Normal standartlarını bastırmasıdır. Ədviyyatları da yerindədir. Duzu bir az küçük çoxdur mənə görə. Yaşadığım ayaqqabısı Məşdələ kəndində var. Yeni deyən köhnə bir dostumuz gəldi. Bu məclisdə yeni qoşuldu, Əli, xoş gördük. Salam abi. Və stolumuza da bir dənə xan kababı gəldi. Yəni bunu vuraq və daşı bunu da yoxlayaq. Necə baxırsınız bu işə? Xan kababı. Xanı balıq deyir. Xanı balıqdır, xan kababı da Bu xan. Kamerdan sıçdım batırdım. Xan kababıdır. Bu şəkil stili ilə verilib, amma bir dənə video var, Xan sarayını göstərirlər. Deyir, bura Xan sarayıdır, amma Xan evdə yoxdur. Burada da Xan evdə yoxdur. Kan düşüp söyle abi. Pis deyil amma Amma odur. odur. Yalan niyə danışma? İmkan vermərəm. Öyle ağatımı yiyeyim də. Sizcə bunlardan hansı Vahidin rümkasıdır? Süzən əldə o idi. Buna bax. Özünə belə süzdür, cəmaatı belə süzdür. Vay sen ne vakit böyle adaletsiz oldun? Bir dənə zəhmət üzünü çək. Üzünü çək, üzünü. Çəkmə, çəkmə. Haksızlık yapmasın. Polna oxşayır. Kendrick Lamar'ı Drake'i çıxartdığını sağlamlar. Kendrick Lamar Drake'i çıxartdığı axırıncı diskdə. Nə siqaret? Ay belə. Bülbül ətidir. Bu yaxşı idi. Obrislardan yaxşı idi. Məsələn, lülədən də yaxşı idi, dana bastırmasından da yaxşı idi. Məncə bu kotlet kartofdan sonra ikinci. Yox, piti nömrə 1-dir o heç. Bu da ikinci yerdədir. Digər də burada yəni ABD gələ bilərsiniz. Məsələn, qreçka var, püre var, belə yeməklər də var. Tez bana gəldiniz bir kestikon bir şessi ya tapıb atışdırmaq üçün polni onlar da keçərlidir. Amma kabablar bir balaca elə bir ki, Aksiyir. hə, axsıyır. Lülü ümumiyyətlə götürməyin. Dana da baxır da. Kan kebabı deyərdim ki, nə bilim. O deyil. Dedin. Yox, o deyildi, lap o deyil. Lap o deyil. Lap o deyil, bəli. Pitsi əvvəl, pitsi qəşəng idi. Qabanlar, bülbül əti qəşəng idi. Amma yenə deyirəm də, gəlmək olar. Əsl mikrorayon uşağı kimi Əhmədlə gəlmək olar. Gətirdiniz məni axırı, gətirdiniz. Amma yenə bax sizə deyirəm də, mikrorayon Canciyə yoxsa mikrorayon qaldı. Köhnə cərxana yoxsa bura? Köhnə cərxana. Görürsən, mikrorayon uşağı belə deyirlər. Kabab haqqında mən də deyim ki, bəli, kababların duzu çox idi, çox olmağına. Ancaq və lakin bir dənə əmma var ki, bizim territoriyada bu olan restoranların biridir bu cəmi. İndi növbəti Əhmədli territoriyasında olan restoranlarda görüşmək ümidi ilə deyək. Yəni belə məncə hər şey normaldır, amma dediyim kimi kababın duzu çox idi bəli. Kabab duzu mən də bəyənmədim. Xan kabab da nəsə məni açmadı, açılsam. Sözü bir olsun bura gəlmişdi Şəki mətbəxində dadmağa. O da pitidir, o da yaxşı idi. Yaxşı idi, o da ki Mən bu bülbül ətin dəlisiyə boynuma alıram. Amma duzu biraz çoxdur. Yəni real deyək, duzu biraz çoxdur. Dadı pis deyil. İstəmirəm, duzu çoxdur. Naxçıvan duzunu istifadə edir 100% ki, çox duzlu olmur. Bu ki qaldı Ya da bunlar müştəriləri Xan kebabına. Avar eləməyin də var. Efirdə gedir ona gəlir bura. Dadına yox, amma sonunda bir dənə bunun içində bir zirinc olsaydı o şey zor olardı. Yəni en azından turşluq verən bir şey olsaydı o şey zor olardı. Xan bu kebabla söhbətə getsə çıxar. Həqiqətən çıxar. Gecikən sağlıq olacaq. Yəni real deyək də biraz 1 saat gecikmişəm də üzrünü sayıram. Sağ olun ki, burada yox, hamımız yığışmışıq. Əslində qalsa belə deyək də, mənə bu məclis doğrudan xoşdur. Xoşdur niyə? Çünki sonradan yaranmış münasibət dostluğa keçəndə doğrudan maraqlı olur. Bu həmişəkindən bir balaca fərqli eləmək beynimizə gəldi. İndi bizim bu qardaş bilir ki, həmişə biz sarırırdıq. Bu dəfə də beynimizə girdi ki, biz bir maraqlı məclis eləyək, uşaqlarla bir məclis eləyək. Yəni hamımıza çox sağ ol deyirəm. Sağ olun, yaxşı ki varsınız, yaxşı ki bir yerdəyik. çox sağ olun. Və dostluqların, yoldaşlıqların mehribansılığını sağlayırlar.
Sən də həmişəlik qurumqa atılan İzləyicilərin sağlığına. və sağ olun, sizin sağlığınıza. Sağ olun uşaq. Qabansı. Hesab gəldi. 177 manat. Deməli burada hamısı yazılıb, amma biz sizə bir-bir yazacağıq. Excel yazdınız. Özü gol da var, baba. Gol çəkilir. Fakturadır, rəsmi qayda. Bəli. Adi damalı dəftər deyil, yəni rəsmi Mənə görə çap olunmuş. Asar qiymətləri yox. Mənə görə normal hesabdır. Yavadır. Yeməklər özü ətlər qalıb, son üstündə O demək yemək ki, çox tatsız idi. Yox, çox idi, az deyildi. Qiymətlərə baxaram, düzdür, qədərini yazmayıblar. Yazıblar baba. Ha, burada hər şey var ya burada. Ha, mənim bir də bu 1 2 3 4-dür. Ha, yox. 8 manat bastırma. Normal. Cürlə 7 manat, əladır qiymətlər. Qiymətlərə görə gəlmək olar. Çox gözəldir və Canciyər belə deyim də, Canciyər rubrikasının belə deyim, hələ bu. Məncə bu ortadır da, yəni deyim. Nə belə normaldır yəni. Gəlib yeyib içirsiniz, hər şey okeydir. Bu zonanın cəmaatı çox gün buranı yaxşı tanıyır və burada gəlir. Necə ki Teyub buranı tanıyıb və gəlir. Çox sağ ol, çağırmışsınız bizi. Sağ olun. Xoş olsun. Videonun altındakı kommentlər bölməsində şərh yazın. Hansı yerlərə bundan sonra gedək, harada maraqlı bir restoranlar var. Məsələn, mikrorayon tərəfdə olmuşsunuz, Əhmədi tərəfdə olmuşsunuz, növbəti planı. Məsələn, Hövsanda və hansı yerlər var. Fatmayda, nə bilim, Sumqayıtda, sən də yazın, biz hamısını qeyd edirik, bir-birdə gəlirik. Odur ki, həmişə Yetişməklərdə!